Bugün 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. Ümumiyyətlə, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və vəzifələri barədə maariflənməsi üçün hansı addımlar atılmalıdır? Sualımızı millət vəkili Cavanşir Feyziyev cavablandıracaq. Hər bir dövlətin hüquqi əsasını təşkil edən başlıca sənəd həmin dövlətin konstitusiyasıdır. Konstitusiya xalq tərəfindən yaradılan dövlətin idarəçilik fəlsəfəsini özündə əks etdirir. Onun hakimiyyət qolları arasında ədalətli şəkildə bölünməsini təmin edir və hər bir hakimiyyət strukturunun ayrılıqda funksiyalarını müəyyənləşdirir. Bir sözlə, Konstitusiya beynəlxalq arenada milli dövlətin kimliyini təyin etməklə yanaşı, həm də bu dövlət çərçivəsində xalqın universal insan haqlarına söykənən milli qanunlar əsasında azad və firavan yaşamaq, yaratmaq, çalışmaq, təhsil almaq və sair kimi universal hüquqlarını təsbit edir. Konstitusiya ölkə daxilində sabitlik və inkişaf üçün möhkəm zəmin yaradılmasına xidmət edən əsas qanunların toplusudur. Odur ki, bu qanunu bəzən anayasa və yaxud ali qanunda adlandırırlar. Azərbaycan Respublikasının sonuncu konstitusiyasının qəbul olunmasından 30 il keçib. Bu 30 il ölkəmizin həyatında heç də hamar keçməyib. Ərazisinin 20% işğal altında olmasına baxmayaraq, dövlətimiz məhz bu konstitusiyaya əsaslanaraq ölkədə ictimai, siyasi, iqtisadi, sosial və mədəni inkişaf üçün əlverişli şəraiti təmin edib. Dövlətimiz dünyanın siyasi və iqtisadi sistemlərinə uğurlu şəkildə inteqrasiya etməyə nail olub. Məhz bu konstitusiyanın Azərbaycan xalqına verdiyi hüquq və təminatlar çərçivəsində xalqımız işğal olunmuş torpaqlarımızı azad edib, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində suverenliyimizi bərpa edib. Ona görə də konstitusiyamızı mükəmməlliyi, dövlət müstəqilliyinə və insan haqlarına sədaqəti, davamlı inkişafa zəmanəti baxımından müstəqillik tariximizin bütün sınaqlarından çıxmış ali qanunumuz kimi yüksək dəyərləndirirəm. Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün rəhbərliyi ilə hazırlanmış və 30 il öncə qəbul olunmuş konstitusiyamız hələ uzun illər Azərbaycan dövlətinin və xalqının hər tərəfli inkişafını təmin etmək üçün tələb olunan bütün hüquq və vəzifələri mükəmməl şəkildə özündə əks etdirir. Ona görə də bugün bayram etdiyimiz Konstitusiya günü hər bir Azərbaycan vətəndaşı üçün sözün əsl mənasında bayramdır. Bu, hər bir vətəndaşın bütün universal hüquqlara sahibliyini təsdiq edən əsl dövlətçilik bayramıdır. Bu bayram münasibəti ilə hər bir Azərbaycan vətəndaşını təbrik edirəm, firavan həyat və əbədi müstəqillik arzulayıram. Təşəkkür edirik. Qeyd edim ki, millət vəkili Cavanşir Feyziyevlə Konstitusiyamızın prinsiplərinin gündəlik idarə etmədə və cəmiyyət həyatında daha güclü tətbiqi üçün atılan addımların vacibliyindən danışdıq.